Çünki Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, kim qardaşını sevirsə, qoy onu sevdiyin bildirsin. Bu hədisdə gəlir. Kim qardaşını sevirsə, qoy onu sevdiyin bildirsin. Və mən də sizi Allah üçün sevirəm. Və həmçinin qardaşlar, qiyamət günü Allah subhanahu wa ta'ala buyuracaq ki, mənim cəlalım naminə bir-birini sevənlər haradadır? Qiyamət günü Allah deyəcək. Mənim cəlalım naminə bir-birini sevənlər haradadır? Və necə ki, hədisdə gəlir, Allah subhanahu wa ta'ala həmin günü ərşin kölgəsi altında kölgələndirəcək bir-birini sevənləri. Yəni, bir-birinin Allah üçün bilirik ki, 7 sinif insan olacaq ki, onlar ərşin kölgəsi altında kölgələnəcəklər. Onlardan da biri bir-birinin Allah üçün görüşür və ayrılmaqları da bunun üzərində olan kəslərdir. Yəni, Allah üçün görüşürlər. İki qardaşın görüşməyinə səbəb yalnız Allah rızasıdır. Allah üçün sevdiyinə görədir. Və bunun üstündə də ayrılarlar. Allah Subhanahu qiyamət günü ərşin kölgəsi altında kölgələndirəcək onları. Allah Subhanahu bizi o kəslərdən etsin.